Əziz idman sevərlər, biz idmançı verilişimizdə idmanın fərqli növlərindən danışırıq. Bugünkü mövzumuz isə boksdur. Hansı ki, Azərbaycanda keçirilən çempionatda ikinci və üçüncü yerin sahibi olan Naxçıvanlı idmançılarla tanış olacağıq. Mən Kərim Elnur Elxanoğlu, Naxçıvan Muxtar Respublikasının boks idman üzrə baş məşqçisi, həm də Naxçıvan boks filialının rəhbəri olaraq bizim boksçular haqqında məlumat vermək istəyirəm. İlkin olaraq bildirmək istəyirəm ki, elə bu zalda 2018-ci ildən məşqçi fəaliyyətinə başlamışıq. İki oğlum Kərim Elbrus və Kərim Elmurad olmaqla ilkin olaraq onların müəllim olmuşam. Daha sonra uğurlu nəticələrimiz artdıqca qıraqdan da tələbələrimizin sayı çoxalmağa başladı. Belə ki, 2018-ci ildən başlayaraq 4 Azərbaycan çempionu, 3 Azərbaycan ikincisi, 4 Azərbaycan üçüncüsü yetişdirmişik, 2 Avropa mükafatçısı, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısını yetişdirmişəm. Bunlar çox ciddi nailiyyətlərdir. Ümumi Azərbaycan üçün, nəinki Naxçıvan Muxtar Respublikası üçün. Mən Kərim Elmurad Elnuroğlu, 2011-ci il anadan olmuşam. Mən belə uşaqdan boks həvəsim var idi. Elə evdə də biz ümumiyyətlə idmançı ailəsində böyümüşük. Mənim oğlum güləşçi olub. Qardaşım boksyor, ikimiz də boksyor. Atam da boksyor olub, babam da rəhmətli babam da boksyor olubdu. Biz ümumiyyətlə bütün ailə hissədə idmançı ailəsində böyümüşük. Mənim də boksa ilə uşaqdan həvəsim var. Belə istəyirdim, uşaqdan elə boksa ilə həvəsim olduğunu istəyirdim, həmişə böyük nailiyyətlər də əldə edeyim. Birinci döyüşüm mənim artısa, onda 24 kiloydum. Artısı bir 2020-2022 olardı. Birinci tam üstünlük qələbə əldə elədim. Mən Mustafa Məmməd, 2011-ci təvəllüddən uşaqlıqdan boksa həvəsim var idi. Atam da uşaqlıqdan boksa gedib, amma bəzi səbəblərə görə boks davam elətdirə bilməyib. Mən də atam da uşaqlıqdan mənə istədi boksa yönəlsin. Mən də elə həmən vaxtdan boksa getdim. İlk gün məşqə başlayan günü yaxşı başlamamışdım, çünki ilk gün idi də. Müəllimin oğlu da orada yaxşı məşq edirdi, onu gördüm, ona baxıb həvəslənirdim. Müəllimin də mənlə maraqlanırdı, yəni təzə gəldiyim üçün. Həmişə maraqlanır, amma onda necə udar atmaq lazımdır, necə hərəkət eləmək lazımdır, hamısını bir-bir göstərirdi. Bildiyiniz kimi 2019-2020-ci il pandemiya dövrünə düşdüyünə görə biraz idmanda hər şeydə geriləmə oldu. 2020-ci il, 21-ci ildən bizim ölkə daxilində uğurlarımız başladı. O vaxta qədər Naxçıvan birinciliğində həm Kərim Elbrus, həm Kərim Elmurad bir neçə dəfə Naxçıvan Muxtar Respublika birinciləri oldu. Daha sonra 2022-ci ilin noyabr ayında Elbrus
54 kilo çəki dərəcəsində yeniyetmələr arasında Azərbaycan birincisi oldu. Daha sonra fevral ayında Rumuniyada keçirilən beynəlxalq boks turnirinin, Open Dracula boks turnirinin qalibi oldu. Daha sonra Gürcüstanda keçirilən beynəlxalq turnirinin qalibi oldu. Və həmin il 2023-ün avqust ayında Rumıniyanın Ploiești şəhərində keçirilən Avropa birinciliyinin Azərbaycan yığma komandasının yeganə mükafatçısı oldu. Elmurad da 2024-cü ildən 13-14 yaşlar arasından, kadetlər arasından ölkə daxilində yarışlara başladı. Birinci ilisi uğursuz nəticələndi, ikinci ilisi Azərbaycan üçüncüsü oldu. Bu nəticələr bir o qədər də ciddi nəticə sayılmasa da, əslində Elmuradın çox güclü potensialı var bir boksçu kimi. Bu il də Azərbaycan birinciliyində iştirak elədi. 6 döyüşdən 3 döyüşünü qalib oldu. 4-cü döyüşünü də hakimlərin biraz qeyri-obyektivliyi nəticəsində döyüşdən məğlub ayrıldı. Amma bu məğlubiyyətlər bizim qabağımızı kəsmir. Elmurad kimi bir boksçunun, onun məşq yoldaşı Mustafa Məhəmməd həmin yarışda 5 döyüşdən 4 döyüşü tam üstünlə qalib olaraq finala yüksəldi. Yalnız final mərhələsində öz rəqibinə uduzdu. Orada da rəqabət çox güclüydü, heç deməzdik ki, uduz, amma yenə də orada da hakim faktoru var. Bu məğlubiyyətdə dediyim kimi bizim qarşımızı ala bilməz. Daha əzmli məşqlər edirik, daha çatışmayan tərəflərimizi aydın aşkar edirik, onlar üzərində çalışırıq. 2025-də Azərbaycan üçüncüsü oldum. Ondan sonra lap başladıq ciddi məşqlərə. Sonra züborlara getdik. 2026-da Azərbaycan Respublika 6 boya düşdüm, 3-ünü udum. Axırıncıda da hakimlərin qeyri-obyektiv yanaşması oldu. Yoxsa o uşağı, həmən o uşağı ondan bir həftə əvvəl orada sparingdə onu yavnudum, tam üstünlük qələbəni udum. İlk dəfə yarışa hazırlasanda 2024-cü ildə 3-cü yerə çıxmışdım. Həmin vaxtı iki yarışım olduğu üçün müəllim yaxşı hazırlaşdırmışdı bizi. Gündə 2 saat, 3 saat məşq edirdik, yarışlara ciddi hazırlaşırdıq. Müəllim də bir tərəfdən bizə ciddi maraqlanırdı ki, ciddi yarışda maraqlanırdı ki, yarışdan nəticə əldə eləyək. O yarışa gələndə orada dostlarımız yanımızdaydı, hamısı deyirdi, bizə ürək dirək verir ki, bu yarışda nəticə əldə eləmək lazımdır, yaxşı vuruşmaq lazımdır, texnika, müəllim, texnika, təcrübə, hamısını orada bizə lazım olanı verirdi, danışırdı bizə. Orada ilk yarışımda çıxdım, orada elə bir çox, amma ilk yarışım olduğu üçün tam təcrübəli deyildim yarışa görə. Orada 3-cüyə nəticə əldə uzdum. 3-cüyə əldə elədim. Bizim idmançılarımız da dediyim kimi Məhəmməd Mustafayev, Kərimli Elmurad 2026-cı yeniyetmələrdə Azərbaycan birinciliyində uğurlu iştirak eləməkləri saymaq olar, baxmayaraq ki, Elmurad yer tutmadı, amma bir məşqçi kimi mən o Elmuradda çox böyük potensial görürəm. Hələ ki, o potensial üzə çıxarda bilmirik, amma o var. Əsas odur ki, o potensial olsun. Bir idmançıda. Nə vaxtsa öz sözünü deyəcək mütləq.
Məhəmməd də ki, Azərbaycan ikincisi oldu. Bu dəfə keçən il kadetlərdə ikinci oldu. Avropa iştirakçısıdır Mustafayev Məhəmməd. Orada birinci döyüşdən rəqibi güclü Ukrayna boksçusuna məğlub oldu. Məhəmməd də çox güclü potensiala malik bir boksçudur. Həm texniki, həm taktiki, həm fiziki cəhətdən. Axırıncı döyüşümdə 2026-da, axırıncı döyüşümdən qabaq birinci raund 4-1 uduzdum. Atam müəllimim deyir ki, gir ancaq vurmalısan da. Ürək dirək verdi elə, girdim, başladım, vurdum, qələbəni əldə elədim. Biz amma ümumiyyətlə belə çox qəşəng hazırlaşmışdıq. Biz inanırdıq ki, qələbə ilə qayıdacağıq. Amma hakimlərin qeyri-obyektiv yanaşması ilə belə qələbə əldən getdi. 2025-də ikinci yer əldə elədim, 2 döyüşə düşmüşdüm. Birin 5-0 qələbə ilə utdum. İkinci döyüşüm isə zonada utduğum uşağı orada uduzdum. Həm də oteldə qaldım, belə çox ciddi yanaşmadım, məşq eləmədim. Ona görə tıxaniyam zəifləmişdi, ona görə orada uduzdum. 2026-da 5 boya düşmüşdüm. 3-ün yağını çıxardaraq, 4-cüsünü isə 5-0 udaraq, həmən o uduzduğum uşağı bir də təzədən utdum. Finalda isə həm yerimiz Naxçıvan Mehrana uduzdum. Boksunun fiziki, taktiki, texniki hazırlığı ilə bərabər onun psixoloji hazırlığı da çox önəm daşıyır. İdman nəticələrini qazanmaqda deyərdim ki, ən böyük bəlkə də elə psixoloji cəhətdən hazırlıqlı olmalılar idmançılar. Çünki psixoloji zəif olsa, nə qədər güclü texniki, taktiki hazırlığı olsa da, psixoloji cəhətdən zəif olsa, idmançı yarışda bir güclü nəticə əldə edə bilməz. Təbiidir ki, yarışda udmaq da var, uduzmaq da var, zədələnmələr də var. Biz bilmədiyimiz başqa bir hadisələr də, sürpriz hadisələr də çıxır. Bir boksun, məsələn, bir zədələnə də bilir və yaxud uduzulur hansısa səbəbdən. Bir məşqçi həm də psixologdur, döyüşçünün onun ruh halından anlamalıdır, görürük, bilirik, hansı hissləri yaşayır. Daha çox psixoloji olaraq həmən boksçuya dəstək oluruq, yanında oluruq, o söhbətləri edirik və yenidən məşqlərə başlayırıq. Ən çox boksçuya dəstək məşqçinin onun yanında olması, onu tək buraxmayacağı, məşqlərimizin yeni əzmlə davam eləməliyimizi onlara bildiririk. Boks bildiyiniz kimi həyatdır, həyatın 4 divar arası, 4 ringə, 4 küncə çalınmış bir kiçik formasıdır. Həyat inandırım ki, sizi boksdan daha qəddardır, daha sərtdir. Və həyatda olduğu kimi boksda da heç vaxt geri çəkilmək olmaz, mübarizəni dayandırmaq olmaz. Məğlubiyyət o boksun, idmanın ayrılmaz bir hissəsidir, uğura aparan bir hissəsidir. Məğlubiyyətsiz elə bir boksçu yoxdur ki, məğlub olmasın. Məğlubiyyətsiz qələbə mümkün deyil. Bunlarla, bu söhbətlərlə boksçularımızı ürək-dirək veririk, onları psixoloji cəhətdən möhkəmləndiririk və daha yeni yarışlara, daha güclü, mənəvi şəkildə çıxmalarını təmin edirik. Müəllimin dəstəyi belə, necə deyim, ağıllı işləmək, belə texniki işləmək, arxaya getməmək, bir addım arxaya getmək olmaz, ancaq üstünə. Udar vurmaq lazımdır ki, bu raundu udmaq lazımdır, o kimi döyüş udmaq lazımdır, çempion olmaq lazımdır. O da ki, hakimlərin qeyri-obyektiv yanaşması ilə birinci raunddan uzuruldum, o döyüş də orada bitdi. İnşallah Olimpiya var bu ay, inşallah orada yaxşı nəticə əldə edəcəm, çempionluğu inşallah götürəcəm.
xarakter çox böyük rol oynayır bir idmançının karyerasında. Baxışı görürsünüz ki, uşaqdır, hər fiziki göstəricilər çox yüksəkdir, boy, puxun, alqol, hər şey yerində. Amma xarakteri yoxdur, döyüş ruhu yoxdur. Elmuradda bu xarakter doğuşdan var. Doğuşdan demək, uşaq vaxtlarından mən onu müşahidə eləmişəm. Döyüş əzmi çox yüksəkdir, özünə inamı çox yüksəkdir. Öz boks bacarığına, ümumi daxildən gələn enerjisi çox yüksəkdir uşağın. Mən həm də oğlum olduğuna görə demirəm, digər boksçularla müşahidə elədiyimə görə, onlardan müqayisə elədiyimə görə bu qərara gəlirəm. Məhəmməd bütün insanlar fərqli olduğu kimi Məhəmməd də fərqli bir uşaqdır. Dedim ki, Elmuradla 48 kilo Elmuraddır, Məhəmməd 90 kilodur maşallah, çəkisi yüksəkdir. Baxmıraq ki, Elmuraddan ay balacasıdır. Məhəmmədin bizim Azərbaycan Milli Yığma komandasının üzvü olduğuna inanıram. Onun Avropa, dünya, hətta Olimpiya oyunlarında iştirak eləməyinə inanıram. Çünki bilmək üçün mən onu da görürəm. İnşallah bu ildə yenə yeniyetmələrdə vuruşacaqlar. Azərbaycan birinciliyinə hazırlaşıb, var qüvvəmizlə bütün olan səhvləri araşdırırıq. Çatışmayan cəhətlərimizi araşdırırıq, onlar üzərində ciddi çalışırıq. Hədəfimiz Azərbaycan birincisi olmaqdır. Dedim ki, yığma komandanın üzvü olub, bir nömrəsi olub. Azərbaycan Milli Yığma komandasını Avropada təmsil edilməkdir. Sözsüz ki, oradan da qələbə ilə ayrılmaqdır. Qızıl medal gətirməkdir ölkəmizə. Gələcəkdə inşallah yaxşı nəticələr əldə etməyə fikirləşirəm. Müəllimimiz də sağ olsun, o da bizi yaxşı məşqlər elətdirir, yaxşı təcrübələndirir ki, yarışda necə işləmək lazımdır, nə eləmək lazımdır. Hamısını bizə deyir, göstərir, lafada tutur, hamısını eləyir. Boks idmanın elə bir növüdür ki, burada yalnız yumruqlar yox, həmçinin xarakterlər toqquşur. Əsl çempionluq isə sadəcə rəqibini yox, əvvəlcə öz qorxularını məğlub etməkdir. Növbəti buraxılışlarda görüşənədək sağ olun, salamat qalın.